Salam. 2025-ci il həm Azərbaycan, həm də dünya üçün siyasi qərarların, ictimai proseslərin və geosiyasi dəyişikliklərin ön plana çıxdığı il kimi yadda qaldı. Dövlətlər yeni çağırışlara uyğun mövqe müəyyənləşdirdi. Cəmiyyətlər isə dəyişən reallıqlara reaksiya verdi. İndi isə ötən ilin ən mühüm siyasi ictimai hadisələrinə qısa nəzər salaq. İlin ən önəmli siyasi hadisələrindən biri Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi oldu. Bu qərar müstəqil dövlətçilik ənənələrinin gücləndirilməsi və Konstitusiyanın 30 illiyi kontekstində xüsusi siyasi məna daşıdı. Azərbaycan il ərzində beynəlxalq müstəvidə də fəallığını artırdı. Strateji tərəfdaşlarla münasibətlər genişləndi, regional əməkdaşlıq təşəbbüsləri ön plana çıxdı və ölkənin diplomatik mövqeləri daha da möhkəmləndi. 2025-ci ilin avqust ayında Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin keçirdiyi üçtərəfli görüş və bu görüşdən sonra imzalanan memorandum tarixi əhəmiyyət daşıyırdı. Bu Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin böyük qələbəsi idi. Baş verən bu hadisə bütün dünyanın diqqətini cəlb etdi və Qafqazda sülhün bərqərar olması üçün əsaslı addımlarından biri oldu. Azərbaycan bu il eyni zamanda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli görüşü, Türk Dövlətləri Təşkilatı, D8 Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq konferansların Bakıda keçirilməsi 2025-ci ildə Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu bir daha göstərdi. Sülh prosesi kontekstində Azərbaycan ilə Ermənistan arasında tranzit yolun açılması da başa çatmaqda olan ilin ən əlamətdar hadisəsi kimi yadda qaldı. Azərbaycan prezidenti İlham Əliyev bunu Qazaxstanda bəyan etdi və o cümlədən Rusiya vasitəsilə Ermənistana qatarlarla taxıl daşındı. Azərbaycan AI-95 markalı neft məhsulu benzinin ilk satışını dəmir yolu ilə icra etdi. Bu, qarşılıqlı etimadı gücləndirməklə bərabər Azərbaycanın 8 avqustda imzaladığı sənədə nə qədər sadiq qaldığını, sülhə töhfə verdiyini praktiki olaraq göstərdi. 2025-ci il Azərbaycanın xarici siyasətində diqqət çəkən digər mühüm məqam beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin güclənməsi oldu. BMT strukturlarında, xüsusilə iqtisadi və sosial platformalarda fəallığın artması Azərbaycanın yalnız regional deyil, qlobal problemlərə dair mövqeyinin nəzərə alındığını göstərdi. Bakı iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrin problemləri kimi mövzularda daha açıq və təşəbbüskar mövqe sərgilədi ki, bu da ölkənin diplomatik çəkisini artırdı. Qərb ölkələri ilə münasibətlərdə isə Azərbaycan 2025-ci ildə balanslı xətti qorunmağa nail oldu. ABŞ və Avropa İttifaqı ilə dialoq, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik kontekstində davam etdirildi. Xüsusilə Avropanın enerji şaxələndirməsi siyasətində Azərbaycanın rolu əvvəlki illərlə müqayisədə daha real və funksional xarakter aldı. Bu, Bakının yalnız xammal tədarükçüsü deyil, strateji tərəfdaş kimi qəbul olunmasına zəmin yaratdı. Eyni zamanda Azərbaycan Türk dünyası ilə əlaqələrini 2025-ci ildə də ardıcıl şəkildə dərinləşdirdi. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi koordinasiya, iqtisadi inteqrasiya və nəqliyyat logistika layihələri Azərbaycanın regional liderlik iddiasını daha da möhkəmləndirdi. Orta Dəhliz layihəsi bu kontekstdə yalnız iqtisadi deyil, geosiyasi alətə çevrildi və Azərbaycan bu xəttin əsas qovşaq ölkəsi kimi mövqeyini gücləndirdi. Şərq istiqamətində Çin, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə münasibətlərdə də praqmatik yanaşma davam etdirildi. Azərbaycan bu münasibətlərdə ideoloji ritorikadan uzaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli təqdim etdi. Bu isə ölkənin çoxşaxəli xarici siyasət kursunun real məzmunla doldurulduğunu göstərdi. 2025-ci il qlobal miqyasda sosial narazılıqların artdığı il kimi də xarakterizə olunur. Avropa ölkələrində iqtisadi çətinliklər, inflyasiya, subsidiya siyasəti və sosial təminatlarla bağlı problemlər kütləvi etirazlara səbəb oldu. Fermerlər, gənclər və müxtəlif sosial qruplar hökumətlərdən daha çevik və ədalətli qərarlar tələb etdilər. Bu etirazlar bəzi ölkələrdə siyasi qərarların yenidən nəzərdən keçirilməsinə və hökumət daxilində dəyişikliklərə yol açdı. Asiya və Afrikada da oxşar tendensiyalar müşahidə olundu. Korrupsiya qarşı etirazlar, gənclərin siyasi fəallığı və islahat tələbləri bir sıra ölkələrdə ictimai-siyasi gündəmi köklü şəkildə dəyişdi. 2025-ci il bəşəriyyət üçün beynəlxalq münasibətlər sisteminin kökündən yenidən qurulduğu, köhnə ittifaqların sarsıldığı və yeni güc mərkəzlərinin ön plana çıxdığı böyük sıfırlama ili kimi tarixə düşdü. Bu ilin ən həlledici geosiyasi dönüşü şübhəsiz ki, yanvar ayında Donald Trumpın Ağ Evə qayıdışı ilə başladı.
Vaşinqtonun öncə Amerika doktrinasına qəti qayıdışı son 80 ilin liberal nizamını sarsıtdı. NATO daxilində daxili çatları dərinləşdirdi və Avropa dövlətlərini öz təhlükəsizlikləri üçün müstəqil strateji muxtariyyət axtarışlarına sövq etdi. ABŞ-ın xarici siyasətdəki bu radikal dəyişikliyi qlobal ticarətdə sərt proteksionizm dövrünü rəsmiləşdirərək xüsusilə Çinlə olan iqtisadi rəqabəti yeni və daha kəskin müstəviyə daşıdı. Qlobal miqyasda ən diqqət çəkən proseslərdən biri də qlobal cənubun yüksəlişi oldu. 2025-ci ildə bu təşkilatın genişlənməsi və dolların hegemonluğuna alternativ hesablaşma sistemlərinin yaradılması istiqamətində atılan addımlar beynəlxalq maliyyə sistemində çox qütblüyü qaçılmaz etdi. Dünyanın iqtisadi ağırlıq mərkəzi qərbdən şərqə doğru sürətlə sürüşərkən dəniz yollarındakı qeyri-sabitlik fonunda qorum marşrutlarının strateji əhəmiyyəti də artdı. Beləliklə, 2025-ci il həm Azərbaycan, həm də dünya üçün siyasi qərarların, ictimai reaksiyaların və yeni çağırışların ili oldu. Bu proseslər qarşıdakı illərdə regional və qlobal gündəmin formalaşmasında həlledici rol oynayacaq. Fürsətdən istifadə edərək bütün izləyicilərimizi qarşıdan gələn yeni il və 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirik. Qoy yeni il hər birinizə sağlamlıq, rifah, sabitlik və uğur gətirsin. Həmrəyliyimiz isə harada yaşamağımızdan asılı olmayaraq milli gücümüzün əsas dayağı olaraq daha da möhkəmlənsin. Bayramınız mübarək.